Salam hər bir kəsə. Bu gün Olimpiyada suallarının izahı ilə davam edirik. Alp, Karpat, Skandinaviya dağları iki yarımkürədə yerləşir. Doğru ifadədir. Hekla Etna vulkanı litosfer tavanının divergentində yerləşir. Hekla divergentdir, amma Etna konvergent olacaq, kolliziya zonasında düşür. 2 olan ifadə yanlışdır. Bir olanları saxlayacaq. Ya B deyəcək, baxaq. Şimali Avropa regionunda fiyortlar, moren tirələrinə rast gəlinir. Bu da doğru ifadədir. Soqna fiyordu bura aid etmək olar. Yəni 1-3 doğrudur. Ölkəmiz Oman, Yəmən ilə bərabər Cənub-Qərbi Asiya regionunda yerləşir. Doğrudur. Afrika litosfer tavası ilə Ərəbistan litosfer tavası bir-birindən yaxınlaşır. Əksinə bir-birindən aralanır. 5 yanlışdır. Tepulilər formalaşmasına akarsular iştirak etmir. Bu da yanlış ifadə olacaq. İştirak edir. Deməli, götürməyəcəyik bunu. Sualımızın doğru cavabı 1-3-4 B variantı oldu. Sonra davam edək ikinci sualımızla. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 22 iyun 22 dekabr tarixləri verilib. Afrika materikində günəş zenitdə olur. Təbii ki, hər iki tarixdə olacaq. 3-ə götürəcəyik 1, 2, 3. 3-ə götürəcəyik 1. Sonra şimal yarımkürəsində quru səthində havanın ən yüksək orta temperaturu müşahidə edilir. Bunu heç birinə aid etməyəcək. Çünki şimal yarımkürəsində quru səthində ən yüksək temperatur iyul ayındadır, L-dadır. Burada isə məsələn N verilib. Bu ifadə yanlışdır. Yəni ümumiyyətlə ki, heç birinə aid olamayacaq. 2 olan variantı rahat çıxaq, bizə problem yaratmasın. Ya A olacaq, ya da D variantı. Daha sonra ekvatorda günorta vaxtı günəş şüaları minimum bucaq altında düşür. Bu aid olacaq hər ikisinə. Çünki məsələn həm 20,5 dərəcə şimal, həm də 20,5 dərəcə cənub enliyində günəş zenitdə olanda təbii ki, ekvatora ən kiçik bucaq altında, yəni 66,5 dərəcə bucaq altında düşəcək. 3 aid olacaq hər üçünə, yəni 1, 3. Sonra 40 dərəcənin beynində günorta vaxtı günəş şüaları ən kiçik bucaq altında düşür. Əgər 40 dərəcə, yəni 22 iyunda günəş 20,5 dərəcə şimal enində zenitdə olarsa, özündən ən uzaqda 40 dərəcə yerləşərsə, bu zamanda ən kiçik bucaq altında düşəcək. Ona görə 1-ə 4-ü götürəcəyik. Sonra Kalimantan adasında günorta vaxtı şaquli cisimlərin kölgəsi şimal istiqamətində düşür. Bu 22 dekabr tarixinə aid olacaq. Çünki Kalimantan adası 20,5 dərəcə şimal enliyindən şimalda yerləşir deyə təbii ki, arxa hissəsindən günəş şüaları düşəndə kölgədə şimala düşəcək. Ona görə 2-yə götürəcəyik 5-i. Sonra 6 qaldı. Qütb dairə xəttindən gecə-gündüzün adi növbələşməsi pozulur. Təbii ki, hər üçü, yəni daha doğrusu həm 22 iyun, həm 22 dekabr tarixi üçün keçərlidir ki, 66,5-dən aşağıda qalan ərazilərdə gecə-gündüz pozulacaq. Yəni 1-3-6. Deməli 1, 4, 2-yə 5, 3-ə də 1-3-6. Belə bir variant A variantında olacaq. Yəni 2 A variantıdır. 3-ə baxırıq. Sonra doğru olmayan istəyir. Okeanda 4500 metr dərinliyində exolot cihazı 6 saniyə ölçmək mümkündür. 4500-ü bölürük 1500 metrə. Çünki 1 saniyədə 1500 metr məsafə qət edir və düşəcək 3 saniyə. Bir getməyi, bir də onun qayıtmağı olduğu üçün 3-ü də vururuq 2-yə 6 edir. Bu da doğru ifadədir. Bizdən doğru olmayan istəyir. Bir olan variantları çıxacaq. Afrika, Cənubi Amerika litosfer havalarının toqquşma zonasında dərin okean çökəklikləri novlar yaranır. Bu ifadə yanlışdır. Afrika ilə Cənubi Amerika divergentdədir. Yəni konvergentdə deyil. Konvergentdə bu novlar bir okean, bir materik tipli hava toqquşanda nov yaranır da. Ayrılanda nov yaranmır. 2 yanlış ifadədir. Elə 2-ni də götürəcək. Çünki yanlış istəyir. Sonra müvəqqəti qısa müddətli yaşayış üçün əhalinin ölkəni tərk etməsi miqrasiyadır. Bu ifadə deməli yanlış olacaq.
Peru Kreşiyo cərəyanları eyni okeanda hərəkət edir. Bu sakit okeandır. Düzdür. 4 olan variantda çıxacaq. Koreys qüvvəsinin küləkləri okean cərəyanlarının hərəkət istiqamətinə təsir edir. Bu ifadə də doğru ifadədir. Qabarma çəkimi dalğalarına qapalı axarsız hövzələrdə rast gəlinmir. Rast gəlinir, amma çox zəif olur. Ona görə bu ifadə də yanlışdır. Yanlış istədiyi üçün götürəcəyik. Deməli, sualımızın doğru cavabı Y variantı oldu. Davam edək. 50 dərəcə şərq uzunluğu ilə cənub istiqamətində hərəkət edən tədqiqatçı çatdığı məntəqə ilə ilk öncə birinci 50 dərəcə şərq uzunluğunu çəkək. 50 dərəcə şərq uzunluğu ilə cənub istiqamətində hərəkət edən tədqiqatçı çatdığı məntəqə ilə cənub qütb dairəsi arasındakı məsafənin 2220 kilometr olduğunu müəyyən etdi. Yəni cənub qütb dairəsi arasında 66.5 cənub enliyi və bundan biz hər hansı bir əraziyə çatıb və çatdığı ərazi ilə məntəqə ilə görüb ki, Cənub qütb dairəsi arasında 2220 kilometr məsafə var. Biz nə edirik? 2220-ni bölürük 111-ə, düşəcək 20 kilometr. Və biz 66.5 dərəcə cənub enliyindən 20 dərəcə şimala doğru hərəkət etsək, gəlib çatacaq 46.5 dərəcə cənub enliyinə. Sonra bizə deyir ki, bu məntəqəyə də çatmaq üçün 721,5 kilometr hərəkət etdi. Yəni biz yenə də 721,5-i 111-ə bölməliyik ki, dəqiqə bölək 721,5 bölək 111 düşəcək 6,5 və 46,5-dən 6,5 dərəcə yenə də şimala doğru hərəkət edirik, gəlib çatırıq 40 dərəcə. Deməli, 50 dərəcə şərq uzunluğu 40 dərəcə şimal enliyindən tədqiqatçı hərəkətə başlayıb. Bizə də deyir ki, tədqiqatçının hərəkətə başladığı məntəqənin yerləşdiyi paralel üçün doğru fikri müəyyən edin. Uzunluğu istəmir ha, elə paralel istəyir. Yəni 40 dərəcə deməli, cənub enliyi üçün doğru fikirləri istəyəcək. İndi bunları silək, qarışmasın burada. Bizə 40 dərəcə cənub enliyinə doğru olan fikirlər. Tasmaniyada isə elə eyni işıqlanma quşağında yerləşir. Tasmaniya bilirsiniz ki, mülayimdədir. 40 dərəcə cənub enliyi də mülayim olacaq. Bir doğrudur. Yer kürəsi xəyal ox ətrafında orta fırlanma sürəti 1381-dir. Bunu necə tapırıq? 40 dərəcədə 1 dərəcə paralel uzunluğu nə qədərdir? 85,4 və biz 85,4-ü vururuq 15-ə. Edəcək 1381. Bunu əzbər formada yadda saxlamaq lazımdır, çünki çox istifadə olunur. 1381 verib, doğrudur. Yəni 1, 2, 2 materiki kəsişir. Yəni 40 dərəcəni verir, deyir 2 materiki kəsir. Bu ifadə yanlışdır. Bu yalnız Cənubi Amerika materikini kəsəcək. Ona görə e, deməli 3 yanlışdır. Deməli 3-ü çıxacaq. İl ərzində günorta vaxtı günəş şüaları maksimum minimum şüa uzağı fərq 43-dür. Bu tropiklər arasında ona görə bu ifadə də yanlışdır. E, sonra günorta vaxtı şarkı cisimlərin kölgə uzunluqları heç vaxt sıfıra bərabər ola bilməz. Bu ifadə bir dəqiqə bunu saxlayaq. Deməli, nəyə çıxırıq? 3 ilə 4-ü çıxırıq. 3, 4. 3, 4. 1, 2, 6. Doğru cavabımız C variantıdır. Demək, günorta vaxt şaqul cisimlərin kölgəsi uzunluqları heç vaxt sıfıra bərabər ola bilməz. Ola bilər. Əslində ola bilər. Bu sadəcə 6-ya baxanda görür ki, Bakı şəhərləri arasındakı məsafə deməli burada sinə 0 verib 1, 2, 3, 4. 4 0 buradan bir dənəsi də keçirəndə bura 55,5. 55,5-i də vuranda 160-a eləyəcək 8880. Yəni Bakı ilə bu məntəqə arasında 8880 km məsafə var. Çünki Bakı yerləşir 40 dərəcə şimal enliyində, fərqli yarımkürələr olduğu üçün toplayırıq, edir 80 dərəcə, 80-də 111-ə vuranda 8880 edir. Yəni 6 da doğru olacaqdır. Yəni 4C variantı. Sonra davam edək. Əhali sayı 100 milyondan çox olan ölkələr. Bura Filippin deyə bilərik. Tayland olmaz. Tayland çıxar. 3 getdi. Meksika 100%-dir. Əlcəzair də olmayacaq. Deməli, bir də Argentina. 1, 2, daha doğrusu
Yox, Argentin olmayacaq. Filippin, Meksika, bir də Efiopiya. 2, 5, 6 olacaq. Yəni D variantı. Filippin, Efiopiya, Meksika. Bunlar əhalisi 100 milyondan çox olan ölkələr sırasına daxildir. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Doğrunun altından yanlışı, yanlışın altından doğru götürəcək. Ölkəmizdə günəş radiasiyası maksimum həddi 200 kilokaloridir. Bu da Zəngəzur sistemindədir deyir. Ümumiyyətlə Azərbaycan ərazisində ə, bu radiasiya məsələsi 120-160 aralığında oynayır. Yəni 200 bizdə deyil. 200-220 tropiklərdədir. Ona görə doğrunun altından yanlışdır biri götürəcəyik. Sonra ölkəmizin ərazisinin əsas hissəsi keçid iqlim qurşağındadır. Yəni bu da doğru ifadədir. Subtropik iqlimdədir. Və doğrunun altından verib bizə lazım deyil. 2-ni çıxırıb birlər saxlayacaq amma Kəlbəcər, Cəbrayıl, İnzibati rayonları eyni ölkə ilə həmsərhəddir. Cəbrayıl Ermənistana çıxışı olmasa da İrana çıxışı var. Amma Kəlbəcərin də İrana çıxışı yoxdur. Burada deyir ki, eyni ölkə ilə həmsərhəddir. Bu yanlış ifadədir. 1, 3, ya C-dir, ya da D baxırıq. Yanlışdansa doğrular seçək. Naxçıvanda həm polimetal, həm də deməli molibden ehtiyatı var. Parağaçayda var. Ona görə 1, 3, 4-ü götürəcəyik. Sonra Madagaskar, materik Kalimantan isə vulkanik mənşəli adadır. Bu ifadə də doğru ifadə olmayacaq artıq. Yanlış ifadədir. 5 olacaq səhv. 5-i çıxacaq. Səudiyyə Ərəbistan mütləq, Bruney isə konstitusiya monarxiyadır. Bunun elə hər ikisi mütləq monarxiya ölkələrdir. Ona görə də burada sualımızın doğru cavabı 1, 3, 4-dür. Yəni bu da yanlışdır. Sadəcə yanlışın altından verib götürməyəcək. Çünki uyğunsuzluq istəyirdi bizdən. 1, 3, 4 C variantı uyğun variantdır. Sonra davam edək növbəti sualımızla. Cədvəldəki uyğunluğu müəyyən edin. Meridianlar yarımçevrə, paralellərsə çevrədir. Bu ifadə doğrudur. Doğru da verilib. Götürəcəyik. 1. 70 şərq uzunluğunun əks meridianı 110 dərəcə qərb uzunluğudur. Bunlar əks meridianlar 180 tamamlamalıdır. Ona görə fikir doğrudur. Yanlış verib götürməyəcəyik. 2 olan variantları biz çıxanda yerdə qalır 1. Davam edək. Ekvatorda günəş şüaları günorta vaxtı maksimum minimum düşmə bucaq fərqləri 20,5-dir. Maksimum bilirik ki 90 dərəcə ilə düşə bilər. Minimum isə 60 dərəcə ilə. Bunlar arasında fərq 20,5-dir. Doğrudur, yanlış verib götürmürük. 3 olan variantı çıxanda hələ seçməliyik cavablar. 22 iyun tarixində 62 şimal enliyində qütb gündüzləri baş verir. Ümumiyyətlə qütb gündüzü 66,5-dən o tərəfə deyir. Yəni 66,5-90 aralığıdır. 62-də olmaz. Yanlış verib doğru yazıb qarşısına götürmürük. 4 olan variant da səhvdir. Cavab D variantı olacaq. Şimal-şərq istiqamətində hərəkət edən müşahidəsi 225 dərəcə azimutla geri qayıdar. Şimal-şimal-şərq 22,5-i təmsil edir. 22,5 üzərinə gələk 180 dərəcə. Bu etməlidir 202,5. Amma burada 225 dərəcə yazıb. Bu ona görə yanlışdır. Qarşısına da yanlış yazıb götürəcəyik. Deməli 1, 5, 1-i götürdük, 5-i götürdük və 6 olacaq. Şimal yarımkürəsində qütb ulduzunun görünmə bucağı ilə coğrafi enliyin dərəcə qiyməti eynidir. Bəli. Məsələn 40 dərəcə şimal enliyində 40 dərəcə məsələn şimal enliyində qütb ulduzunun görünmə bucağı 40 dərəcədir. 50-də 50 dərəcə, 70-də 70 dərəcə, 80-də 80 dərəcə bu formada. Yəni 13-cü sualımızın doğru cavabı D variantı oldu. Sonra davam edək 14-cü sualımızla. Bu niyə belədir? Aha. Yenə də aləm dəydi bir-birinə. 14-cü sual. Aha, burada. Yaponiya idarəetmə qanunları parlament tərəfindən qəbul edilir. Bu ifadə doğrudur. Monqolistan ərazisində əksər səs əkinçilik üçün yararlıdır. Bunların torpaqları pisdir. Yəni, bunlar yarım səhra landşaftda olmaz. Bunlarda əsasən
Kənd təsərrüfatı üçün, yəni məsələn heyvanların otarılması üçün torpaqlar yaxşıdır. Əkinçi üçün yararsızdır. Yəni bunlar belirləyən torpaqlar sayılır bu ölkələrin ərazisi. 2 yanlışdır, çıxırıq. Pakistan, Hind çayı mənbəyi yerləşir. 3 doğrudur. 1, 3. Sonra Çili, Braziliya həmsərhəddir. Ümumiyyətlə Braziliya ilə həmsərhəd olmayan Cənubi Amerikada 2 dənə ölkə var. Bir Perudur, bir də Çilidir. Həmin bu Çili də onlardan biridir. 1, 3, 4 doğrudur. Kamerun günəş il boyu zenitdə olur. Bu ifadə də yanlışdır. E, Sonra Türkiyə orta hündürlüyünə görə Danimarkanın daha doğrusu Türkiyədə deyil. E, Yəni orta hündürlüyü Danimarkanın orta hündürlüyündən daha azdır. Bu əksinə daha yuxarı olmalıydı. Ona görə yanlışdır. E, Deməli 1, 3, 4. Deməli Yaponiya düz oldu. Pakistan düz oldu. Çili də düz oldu. 1, 3, 4 A variantı. Sonra davam edək növbəti 15-ci sualımızla. E, Dağın ətəyində atmosfer təzyiqi 680 mm civə sütunu. Dağın ətəyində əgər 680-dırsa, sonra deyir ki, zirvəsində də 3300 metr hündürlükdə yerləşir. Təbii ki, dağın ətəyindəki birinci hündürlüyü tapmalıyıq. 760-dan 680 çıxırıq, normal atmosfer təzyiqi ilə veriləni çıxırıq. Yerdə qalır, deməli, 20 buradan, 60 da buradan 80 edir. 80-i də 10-a vuranda 800 metr. Deməli, dağın ətəyi 800 metrdə yerləşir. Biz bunlar arasında ilk öncə Frangeytə keçməmişdən əvvəl neçə metr var? O metri sonra çevirəcəyik temperatura, temperaturdan sonra keçəcəyik Frangeytə. 3 mərhələli bir növ belə deyək sualımızdır. 3300-dən 800-ün çıxanda bunlar arasındakı fərqi tapırıq. 2500 metr. 2500 metr neçə dərəcə deməkdir? X. Bəs 1000 metrimiz nə qədər idi? 6 dərəcə. Çünki hər 1000 metr yuxarı qalxanda temperatur 6 dərəcə aşağı düşürdü. Bu zaman 2500-ü vuranda 6-ya böləndə 1000-ə düşəcək 15 dərəcə. Deməli 15 dərəcə dağın ətəyi ilə zirvəsi arasında temperatur fərqi var. Bəs bunu Fahrenheit ilə necə hesablayırıq? Yenə də e, deməli bir dəqiqə. Bura yazaq 180-a 100 dərəcə, 15 dərəcə isə deməli temperatur altından yazırıq. Fahrenheit. Deməli x isə buradan bərabərdir. 180-də 15-ə vuraq və bölək 100-ə. Aha. 180 vuraq 15 bölək 100. Edəcək 27. 27 görsüz yoxdur. Niyə? Çünki üzərinə 32 də gəlməliyik ki, cavab alınsın. Yəni 59. Bu da Y variantı. Ə, Bu əvvəlki 10-cu sinifə düşən sualın oxşarıdır bir növ. Buna aid, yəni ümumiyyətlə Fahrenheit məsələlərinə aid mən bir neçə ay əvvəl izah videosu çəkmişəm. Keçib baxa bilərsiniz. İslam Əməkdaşlıq Təşkilatının üzv olan ölkələr 3 dənə idi. Ümumiyyətlə Azərbaycan da var idi. Sadəcə burada verilənlərdən İran, Türkiyə, Pakistanı istəyir bizdən. Yəni 1, 3, 5 doğru variant olacaq. 1, 3, 5 niyə yoxdur? Hə, burada deyil. Yəni üzv ölkələrdən deyil. O zaman əksi 2, 4, 6 götürəcək. Yəni B variantı. Sonra 17-ci suala baxırıq. Ural iki ölkə ərazisindən axır. Düz deyir. Həm Rusiya, həm Qazaxıstan götürmək olar. 1. Amudərya şərq istiqamətində axır. Bu yanlışdır. Konqo mənsəbinin yerləşdiyi okeanda günəş il boyu zenitdədir. Atlantik nəzərdə tutur. Doğrudur. 3-ü götürəcəyik. Taxo daxil dənizə tökülür. Aralıq dənizi nəzərdə tutmaq istəyirdi, amma bu Portuqaliya tərəfdən tökülürdü. Birbaşa Atlantik okean, ona görə səhvdir 4. 4-ə çıxacaq. Murrey mənbəyi qırışıq dağlarda yerləşir. Xeyr, Faili dağıdır. Böyük Suayiz dağlarından başlayıb bu Faili dağıdır. 5-i götürəcəyik. Daha doğrusu götürməyəcəyik. Deməli, 2-ni, 4-ü, 5-i çıxırıq. Amur çayı isə kənar dənizə tökür. Bu da doğrudur. Yəni 1, 3, 6 doğru cavabdır. Yəni B variantı. Sonra davam edək növbəti sualımızla, yəni 18-ci sualla. Burada qeyd edir ki, cədvələ əsasən doğru sıraları müəyyən elə. Quba Xaçmazda 9 dənə inzibati rayon var deyir. Yanlışdır. Dağlıq Şirvan xarici ölkə ilə həmsərhəd deyil.
Bəli, deyil. Götürmək olar. Gəncə Daşkəsəndə faiz fayda qazıntı var. Ümumiyyətlə Daşkəsəndə elə en qədər faydalı. Azərbaycan Uralı ilə uğradı. 2, 3. Sonra Şərqi Zəngəzurda yalnız bir xarici ölkə ilə həmsərhəddir. Şərqi Zəngəzur yalnız bir. Xeyr, həm Ermənistanla sərhəddir, həm də ki Zəngilan rayonu vasitəsilə İranla sərhəddir. Ona görə 4 olan variant yanlış olacaq. Mərkəzi Aran yalnız yarım sərhəd çöl iqlimindədir. Doğrudur. Naxçıvanda mülayim isti iqlim var deyir. Rast gəlinir. Ümumiyyətlə Naxçıvanda mülayim isti iqlim yoxdur. Bu da səhvdir. Deməli 2, 3, 5 doğru variantdır. Yəni D variantı. Sonra 19-a baxırıq. A materiki həm şimal, həm də cənub yarımkürəsində ümumilikdə 3 yarımkürədə yerləşir. Söhbət Cənubi Amerikadan gedəcək. Çünki Cənubi Amerika həm şimalda, həm cənubda, həm də qərb yarımkürəsində yerləşir. Ee, Cənubi Amerika üçün doğru fikirləri ümumiyyətlə uyğunluğu müəyyən etməyimizi istəyir. 3 işıqlanma qurşağında yerləşir. Xeyr, 2-dir. Bir tropik, bir mülayim. Yanlış verib. Götürəcəyik. Şərq yarımkürəsində yerləşir. Yanlış verib. Götürəcəyik. Hər iki e, tropik xətti kəsişir. Xeyr. Yalnız cənub tropik xətti ilə kəsişir. Ona görə yanlış olmalı idi, amma düz qoyub qarşısına götürmürük. 3 olan variant çıxdı. 1, 2 doğru cavabdır. Yəni ki, Y olacaq. Silindrik proyeksiyaya tərtib edilmiş xəritədə ən cənub hissəsi daha çox tərəfə məruz qalacaq. Çünki Cənubi Amerikanın böyük bir hissəsi, bir təxminən 80%-ni götürmək olar ki, cənub yarımkürəsindədir. Ona görə də axı silindiri bilirik ki, ekvatora yaxın ərazilərdə daha çox belə deyək, təhrif sıfır olur. Amma uzaqlaşdıqca, ekvatordan uzaqlaşdırırsan, silindiri proyeksiyada təhrif çox olacaq. Ona görə 4 də doğrudur. 23-cü saat kuşağının orta meridianı kəsişir. Xeyr, buranı görmür bu ümumiyyətlə. Burada qarşısını doğru yazdığı üçün götürmürük. Gecə gündüzün il boyu bərabər olduğu məntəqə mövcuddur. Bu ifadə ekvator xətti kəsirsə, təbii ki, bilir ki, il boyu ekvatorda gecə gündüz 12 saatdır, 12 saat gündüz, yəni 12 saat gecədir. Bu ifadə də doğru ifadədir, amma qarşısını yanlış yazdığı üçün götürməyəcək. Yəni sualımızın doğru cavabı 1, 2, 4, Y variantıdır. Sonra davam edək sonuncu sualımıza. Cədvələ əsasən çaylarla bağlı fikirləri müəyyən edin. Deməli, 3 ölkə ərazisindən axır. Türkiyə, sonra Gürcüstan və Azərbaycan. 3 ölkədir, doğrudur. Qızılgərdik dağlarından başlayır. Doğrudur. 2740 metrdən Göyçay İnzibati rayonu arasında axır. Səhvdir. Gürcüstan ərazisindən axır. Səhvdir. Yəni Araz çayı Gürcüstan ərazisini görmür. Bingöl silsiləsindən başlayır. Doğrudur. Xəzər dənizində birbaşa tökülür. Xeyr. Sabirabadda -11 metr okean səviyyəsindən aşağıda su qovşanda deməli Kür çayına tökülür bu. Təbii ki, bu da 1, 2, 5 A variantı oldu. 1, 2, 5. Yəni A variantı. Bir də baxaq. Səhv etmirəmsə mən hansısa sualları izah eləmədim. 17, 12-ni izah elədim. 5-i izah elədim. Deməli. Hə, mən izah eləmədiyim suallar var yenə. Deməli, bu axırda izah edəcəm onları. Hə, qarşı, üzrü sayın PDF-lər biraz qarışıb. Hə, bu qalıb. Deməli, doğru fikirləri müəyyən etməyimizi istəyir. Antitsiklonun mərkəzində alçaq, kənarlarında isə yüksək təzyiq formalaşır. Bu ifadə yanlış ifadədir. Əslində antitsiklonun mərkəzində yüksək təzyiqdir. Bir olan variantı çıxacaq. Iceberglər həm okean, həm də örtük buzlaqlarında əmələ gəlir. Bu ifadə də yanlışdır. Getdi. Böyük yetkilik qrupuna daxil olan ölkələrdən yalnız 3-ü federativdir. Ümumiyyətlə, böyük yetkiliklər sayaq Kanada, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Çin bu kimi ölkələrdir və buradan yalnız gördük ki, Kanadadır, ABŞ-dır, bir də Almaniyadır ki, federativdir. Rusiya burada yoxdur. Rusiya G8 əvvəl sayılırdı. Rusiya-Ukrayna müharibəsindən sonra artıq G8-dən çıxarılıb. Yəni 7 dənə ölkə qalıb. 3 dənəsi federativdir, düz deyir. 3-ü götürürük.
Deməli, 1-2 olan variantlara çıxdıq, 3-ü götürdük. Yəqin ki, D olacaq, baxaq. Antarktidadan başqa bütün materiklərdə savanna var, düz deyir. Ee, Yeni Zelandiya, Singapur, İsrail inkişaf etmiş ölkələrdir, düz deyir. Okeanda olan bütün daxili dalğalar xarici oksigen qüvvələrin təsiri formalaşır. Xeyr, endogen. Ona görə 6 da yanlışdır. Sualımızın doğru cavabı D variantıdır. Sonra 7-ci suala keçid edək. Passat küləkləri tropik enliklərdən mülayim enliklərə doğru hərəkət edir. Tropikdən mülayimə. Bu qərb küləklərinə aiddir. Yəni 2-yə götürəcəyik A-nı. 2A olan variantları saxlayırıq, qalanlarını çıxacaq. 2A olanları saxlayaq, qalanlarını çıxırıq. Ölkəmiz üçün xarakterikdir. Bu qərb küləklərinin üçün nəzərdə tutulub. 2-yə B. 2-yə B olan variantı saxlayırıq, yenə qalanını çıxırıq. Sualımızın doğru cavabı A variantı olacaq. Baxaq. Passat küləklərinə D nəzərdə tutub. Marakaybo gölünün yerləşdiyi işıqlanma qurşağı üçün səciyyəvidir. Marakaybo gölü yerləşir Cənubi Amerika materikinin şimalında, yəni tropik işıqlanma qurşağında. Passat da bura təsir edir. Doğrudur. 1D. Qərb küləkləri dedik ki, A doğru idi. Ölkəmiz üçün xarakterikdir. Dedik ki, qərb küləkləri yenə aiddir. 3-ə baxırıq, qütb küləkləri. Qütb küləkləri Cənubi Amerika materikində müşahidə edilmir. Qütb küləkləri. Bəli, müşahidə edilməyəcək. Ona görə 3-ə də Y-ni götürəcək. Yəni sualımızın doğru cavabı 7-də A-dır. Sonra 8-ə baxaq. Bərpa olunan təbii ehtiyatlar təbii ki, havadır. Sonra torpaqdır, bir də sudur. 1, 3, 6 bərpa olunan təbii ehtiyatlar sırasına daxildir. Ona görə Y variantı. Yəni 8-də düzgün cavab Y-dir. 9-a baxaq. ABŞ üçün doğru fikirlər istəyir. Üdm-nin sənayenin payı ən üstündə. Burada xidmət çox olacaq. Bir səhvdir. Üdm-də adam başına düşən gəlirə görə dünyada birinci yerdə. Təxminən 8-9-cu yerdə olmalı idi Üdm-yə görə. Birinci yerdə Lüksemburqdur. Lüksemburq, Singapur, İrlandiya kimi ölkələrdir. Birləşmiş Ərəb Əmirliyidir. Bu kimi ölkələrdir. Ən birinci yerdə Lüksemburqdur. Deməli, 2 olan variant yanlışdır. Deməli, 1 də yanlışdır, 2 də yanlışdır. Burada qalır B variantı. Qütb dairəsi ilə kəsişir. Orada deməli hansı ştat idi? Alyaska ştatı ilə kəsişirdi. 3. Ən böyük kömür hövzəsi Mississippi ovalığındadır. Xeyr, Apalaçdadır. 4 səhvdir. Sonra ərazisində günəş zenitdə olur. Olur da, çünki Havaydalarından axı şimal tropik xətti kəsir. Havaydakı ştatı ABŞ-ın bir hissəsidir. 50 ştatından biridir. Ona görə 5 doğrudur. Burada federativ ölkələrlə həmsərhəddir. Məsələn, Kanada, Meksika ilə həmsərhəddir. Ona görə B variantı uyğun variant olacaq. 10-cu suala baxaq. Elir-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 6-cı saat quşağı bilirik ki, 90 dərəcə şərq uzunluğudur. 12-ci saat quşağı 180-dir. 18, deməli, neçədir? 18-ci saat quşağı 24-dən 18 çıxanda qalır. Neçə qalır? 6, 6-nın 15-ə vuranda 90. Bu da 90 dərəcə qərb uzunluğudur. İndi bunları uyğunlaşdıraq. Deməli, 1-ə gedəcək. Deməli, həm 90 şərqə, həm 180 dərəcəyə aid olan götürə bilərik hansını. Avrasiya materiki ilə kəsişir. Doğrudur. 1A. Çünki Çukot yarımadasından kəsib keçirdi. Eyni zamanda 90 da kəsir. 1A. Sonra 3 yarımkürədə yerləşir. 3 yarımkürədə yerləşən bu 12-ci saat quşağı 4 yarımkürədə yerləşir. Amma 6-cı saat quşağı və 18-ci saat quşağı isə 3 yarımkürədə yerləşir. Ona görə 2-yə B-ni götürəcəyik. Sonra Günəş hər zaman zenitdədir. Günəş hər zaman zenitdə olması üçün ümumiyyətlə bu ifadə yanlış olacaq. Çünki məsələn deyək ki, bu meridian şimal qütbündən başladı. İstənilən meridianı fərqi yoxdur. 6 olsun, 5 olsun, nə bilim 15 olsun. Bütün meridianlar şimal yarımkürəsində başlayır, daha doğrusu şimal qütbündə başlayır, cənub qütbündə bitir. Maksimum günəş harda zenitdə olur? 20.5-lərin arasında. Burada zenitdə oldu. Bəs bunlar
Bunlarda da zenitdə olmalıdır. Ona görə C variantı ola bilməz. C variantı ümumiyyətlə heç birinə aid deyil. Bu məsəl üçün D-də var, getdi. Y-də var, getdi. A-da var, getdi. Ee, deməli, 3 yarımkürədə yerləşən dedik 2-yə B-dir. 2-yə B isə onda C variantı qalır. 3-ə də D olacaq. Sakit və şimal buzlu okeanlar kəsişir. Deməli, həm deməli 90 dərəcə qərb uzunluğu, həm də ümumiyyətlə bütün meridianları, bütün sağ kuşağı ilə şimal buzluğunu görür. Ona görə də 3-ə D variantı uyğun variantdır. Yəni C variantımız sualımızın doğru cavabıdır. 11-ci sual, bu sonuncu artıq sualımızdır. Ölkəmizin hansı miqyasda tərtib edilməsi xəritəmizin daha böyük sahə, yəni ölkəmizin hansı miqyasda tərtib edilmiş xəritəsi daha böyük sahəyə malikdir. Miqyası ən böyük olan xəritədəki məsafəsi də ən böyük olacaq. Yəni ölkəmiz orada daha böyük görsənəcək. Burada da miqyasımızın daha böyük olan Y variantıdır. 160 min. Yəni böyük miqyaslı xəritədir. İzahımız bu qədər. Sizdən sadəcə xahişim olacaq ki, rəy bölümündə aktiv olasınız, bir də videonu like edəsiniz. Uğurlar hər birinizə. İzlədiyiniz üçün təşəkkür edirəm.